Daxili İşlər Nazirliyinin daxili qoşunlarının xüsusi təyinatlarından ibarət parad heyəti. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev daxili qoşunların tabeliyinin dəyişdirilməsi ilə bağlı sərəncam imzalayır. Sərəncama əsasən, daxili qoşunlar artıq birbaşa prezidentə tabe olacaq. Daxili qoşunların prezidentə tabe edilməsi nə vəd edir? Daxili qoşunlar indiyədək Daxili İşlər Nazirliyinin strukturunda fəaliyyət göstərirdi və əsasən ictimai asayişin qorunması, kütləvi aksiyalara nəzarət və xüsusi əməliyyatlarda iştirakla məşğul olurdu. Ekspertlərə görə, tabiyeliyin birbaşa prezidentə verilməsi təhlükəsizlik strukturları üzərində mərkəzləşmiş nəzarəti gücləndirir. Bu, fövqəladə vəziyyətlərdə qərarların daha sürətli verilməsi ilə əsaslandırılır. Eyni zamanda daxili qoşunlar ölkə daxilində etiraz aksiyalarına və siyasi həssas proseslərə müdaxilə edən əsas güc strukturlarından biridir. Bu baxımdan sözü gedən dəyişiklik, mərkəzi icra hakimiyyətinin mövcud güc resurslarını bilavasitə nəzarətə götürməsi kimi şərh olunur. Bu qərar nədən qaynaqlana bilər? Son illər Azərbaycanda etirazlara qarşı sərt müdaxilələr, güc strukturlarının rolunun artması, təhlükəsizlik orqanlarının yenidən strukturlaşdırılması fonunda bu addım siyasi sabitliyin güc yolu ilə qorunmasına yönəlik davam edən prosesin bir hissəsi kimi qiymətləndirilir. Daxili qoşunların prezidentə tabe edilməsi, hüquqi baxımdan mərkəzi icra hakimiyyətinin səlahiyyətlərini genişləndirir, siyasi baxımdan isə güc balansının daha da mərkəzləşdiyini göstərir. Bu dəyişikliklərin praktik nəticələrinin necə olacağı isə əsasən daxili siyasi proseslər və mümkün ictimai etirazlar fonunda üzə çıxacaq.